Deməli, burada nə edirik? Bu həmin parametrləri gətiririk. Formal parametrlər kimi yazırıq. X, Y, C, S-in qiymətini daxil edirik. İndi bizə deyir X böyükdürmü Y-dən, and Y kiçikdirmi S-dən. X-in qiyməti 17-dir, böyükdürmü 10-dan, and 10 kiçikdirmi 4-dən. Baxın, biz bilirik ki, and əgər o operatoru varsa, hər iki şərt ödənməlidir. Bizdə isə bu şərt ödənmədiyi üçün, yəni bu if-in içərisindəki əməliyyatı yerinə yetirməyəcək, düşəcək hansına? S qoluna. S qolunda nə ilə rastlaşırıq? Bizə deyir S bərabərdir. Y çıxaq X. Y-imiz deməli 10-dur. X-imiz 17-dir. 10 çıxaq 17. Bir də vuraq. C deyir bizə. C-imiz də burada 3-dür. Vururuq 3-ə. 10-dan 17 çıxırıq. Mənfi 7 vuraq 3. Bizə qaytardı. Mənfi 21-i. Mənfi 21-i biz deməli S-ə aldıq. Sonra da deyir aşağıda düş. C-ni vur 3-ə. C-nin qiyməti neçə idi? 3 idi. 3-ü də vururuq. 3-ü də vururuq. Mənfi 21-ə. Bu da mənfi 63-ü bizə qaytarmış olur. Yəni bunu da gətirib printdə mənfi 63, yəni bura tapdıq. Bərabərdir mənfi 63. Bunu da biz printdə bu dəyişənə mənimsədirik. Keçək növbəti misala baxaq. Deməli, burada yenə də 3 dənə funksiyadır, 3 dənə operatordur, dəyişəndir. Parametrdir. Buradakı faktiki parametrlərdir. Gətirək formal parametrləri yerinə qoyaq. F 12, 18, 14 yazdıq. S bərabərdir 0 verdi. M bərabərdir 0 veribdi. For i in X, Y, Z. Demişik ki, forun belə bir yazılış qaydası da var. Gördüyünüz kimi bu düz xətt mötərizənin içərisindədir və siyahıdır. Siyahının elementlərinə bu halda demişik hamısına bir-bir müraciət edirik. Yəni bu deməkdir ki, for i in 12, 18, 14. Yəni bunların hər birinə bir-bir bax deyir. Sonra gəldik buradan S bərabərdir S plus i. S-in ilkin qiymətini 0 verib. 0 plus i-nin birinci qiyməti 12-dir. Bu bizə qaytarır 12-ni. Sonra deyir ki, n bərabərdir n plus 1. N də 0-dır. Üstə 0-dır. N-in başlanğıc qiyməti. Üstünə 1-i gəldik. Bu bizə qaytardı 1-i. Və burada gördüyümüz kimi hələ biz dövrdən çıxmırıq. Çünki ikinci və üçüncü ədədlərimiz də var. Ona görə qalxırıq bir də yuxarı. Gəlirik ikinci addıma. İkinci qiyməti başlayırıq götürməyə. S bərabərdir. S-in son qiymətini 12 almışıq. 12 üstə gələk yazırıq 18-i. Bu ikinci qiyməti, yəni i-nin ikinci qiyməti. I bir dənə bu qiymətə baxır, müraciət edir. Bir dəfə buna, bir dəfə də buna müraciət edir. Bu bizə qaytardı 30-u. N də bərabərdir n plus 1. N də axırıncı qiymətini 1 almışdıq. 1-in də üstünə 1 gəldi, bizə qaytardı 2-ni. Bunun işimiz bitmir. Qalxırıq 3-cü addımı yerinə yetiririk. Yəni bu 14 qiymətinə baxacağıq. 30 plus S-in axırıncı qiyməti 30 idi. Üstünə 14 gəlirik. Bu bizə qaytarır 44-ü. N də bərabərdir 20, 30. N də bərabərdir 2 idi N-in qiyməti. Üstə 1 gəlirik. Eləyir 3. Yəni N bərabər, daha doğrusu burada N bərabərdir 3. Bunun dövrlə bizim işimiz bitdi. Sonra nə ilə rastlaşırıq? Deyir ki, düş burada S bərabərdir. S plus N-i tapaq. Forun kənarındadır. Burada işimiz bitib və bunu yerinə yetirməliyik. Sonra return S eləməliyik bunu. Deməli, S bərabərdir S plus N.
Bizə nə verir? S böləyin 44 bölək 3. 44 bölək 3. Bizə verir 14 tam təqribi bərabərdir 14 tam da 6. Yəni printdə həmin qiyməti bura çap etmiş olur. Sonra növbəti misalımıza baxaq. 4-cü misala baxaq. Deməli, yenə də burada F5 görürük. Gətiririk. O F5-i burada yazırıq. F5-i yazırıq buradan. F5-i hesablaya bilmək üçün gəlirik. Bizə deyir ki, yəni F5-i N-in yerinə yazmışıq. N bərabərdirmi 0? Yox, N 0 bərabər deyil. Onda gəlirik hara? S qoluna. Bu zaman deyir, qaytar bizə N vuraq. Buradan yazıram. N-imiz 5 idi. 5 vuraq. F 5 çıxaq 1, yəni 4-dür. Bayaqki kimi misaldır. Buna aid birindən buna oxşarını yazdım. F4. Deməli, mən bunu hesablaya bilmək üçün hesablaya bilmirəm. Qalxmalıyam yuxarıda. İndi F4-ü hesablamalıyam. Gəlirəm burada F4 yazıram, bərabərdə dayanıram. Bax, buradan da yaza bilərəm. F5 yazdım, bərabər qoydum. İndi buradan yazım. F4 bərabər qoydum. F4-ü hesablaya bilmək üçün 4 bərabərdirmi 0-a? Yox. Gəlirəm bura. Neynirəm? Nəyə qaytar deyir mənə? 4 vuraq F. 4-dən də 1 çıxırıq, qalır yerində 3. F3. Deməli, mən bunu F hesablaya bilmək üçün bu misalı F3-ü hesablamalıyam. F3 bərabərdir yazıram. Deməli, 0 olana qədər bunu davam edirik. 3 vuraq F2, 3-dən 1 çıxdıq, 2 qaldı. Deməli, F2-ni tapa bilmək üçün neyinirik? 2 vuraq F1 yazıram. F1-i tapa bilmək üçün, F1 bərabərdir. 1 vuraq F0 yazıram. İndi burada dayanırıq. Baxın, F0 hesablayanda, N-i bura 0 yazanda F0, yəni yazanda deyir ki, bizə N bərabərdirmi 0-a? Hə, N bərabərdir 0 olur. Onda return elə 1-i, bizə 1-i qaytarır. Yəni F1-ə, daha doğrusu F0-a bura bizə 1 qaytarır. 1 qaytarır. 1 qaytardığı üçün bu 1-i də 1-ə vururuq, 1 verir. Yəni, deməli, F1-ə də elə biz 1 almış olduq. Onda F1-ə 1 almışıqsa da, bura 1 almışıq. 2-ni vururuq 1-ə, bizə qaytarır 2-ni. Sonra, deməli, F2-yə 2 aldıq. F2-yə 2 aldıq. İndi F2-yə 2 almışıq. 3 vuraq 2 bərabərdir bizə 6. Bəs 6-nı nəyə aldıq? F3-ə aldıq. 6-nı yazdım F3-ün qabağından. Onda 4 vuraq, F3-ün yerinə də 6 yaza bilərəmmi? 6, bu bizə verdi 24-ü. Bəs mən 24-ü nəyə aldım? F4-ü aldım 24-ü. Gəlirəm buradan 5 vuraq, F4-ün yerinə də 24 yazıram. Bu mənə verir 120-ni. F5-i də elə 120 almış olduq. Və bizdən də F5 istəyirdi. F5 bizdə 120 etdi. İndi bu misala baxaq. Bu da asan misaldır. Asan tapşırıqdır. Burada deməli 8-i qaytar yazırıq bura. Burada return olmadığına görə prosedurdur. Yazıram F8. D-ni də 8-ə bərabər edirik. X-ə, yəni bu 8-ə. D bərabərdir 8. Print elə 8-i. Vəssalam, bizə 8-i çap edir. Amma funksiyamıza qiymət qaytarmır. Çünki return burada yoxdur. Görək 5-də nədir? 5-i bir balaca salaq aşağı.
Baxaq burada nə verib bizə? Print A deyir. A'da da deyir for FE for in range 1-5. Yəni bizə bir siyahı veribdi. Siyahının içində FE-nin qiymətlərini veribdi 1-dən 5-ə qədər. Range bizə nə deyir bu? Yəni siyahının elementləri var. Elementləri var. A siyahısı var bir dənə. Siyahının elementləri də 1-dən 5-ə qədərdir. 1, 2, 3, 4, 5-i range almadığına görə 5-i yazmırıq. Yəni 4 dənə elementi var. Yəni burada fx-in yerinə mən yazacağam f 1, 2, 3, 4-ü. Deməli, onda bir-bir bu qiymətlərə müraciət etməliyik. X bərabər oldu. Bunun birinci qiymətini götürürük. Birinci qiymətini götürürük 1-i. 1-in kvadratı. Yəni 1 üstü 2. Bu bizə 1 verdi. Sonra x bərabərdir. Siyahı tipində bu bizə qaytardı bu 1-i. Deməli, burada bizə 1-i qaytardı və return x elədiyinə görə burada elə bizə 1-i qaytarmış oldu mötərizənin, kvadrat mötərizənin içərisində. Və sonra gəlirik ikinci addıma, ikinci qiyməti götürür, buradan 2-ni götürür. 2-ni götürdüyünə görə buradan xətt çəkirəm, x bərabərdir. X-in yerinə 2-ni qoyur. 2-dən ulduz bildiyimiz kimi kvadrat deməkdir. Bizə 4 eləyir. X də bərabərdir. Bunu mötərizədə 4-ün içinə salır, siyahıya çevirir. Və return x yenə bizə mötərizədə 4-ü qaytarmış olur. Sonra keçirik 3-cü addıma. X bərabərdir. 3-ü götürür. X bərabərdir. Bu 3-ü kvadrata yüksəldir bildiyimiz kimi. Burada yəni 3'ü daha doğrusu 3'ü götürürük. Burada 3'ün kvadratı. Burada bizə bunu 9 eləyir. 3'ün kvadratı. Burada mötərizənin içinə də 9'u salır. Yenə kvadrat mötərizədə 9'u çıxartmış olur. 4-cü addım axırıncı bu 4'ü götürür. 4'ün kvadratı edir 16. X də bərabərdir. Mötərizədə 16 yazırıq. Burada da 16'nı bizə return eləyir. Və axırda deyir print elə A-nı. Və bunların da hamısını biz bilirik ki, burada siyahının içindədir. Bu siyahının içində biz buna vermişik. Siyahının içində verdiyimiz bu elementləri bu formada bizə qaytarır. 1 mötərizənin içində 4 sonra 9 sonra 16. Bax, bu formada bizə qaytarmış olur. Yəni, siyahımızın bu elementlərini bu işarəyə görə tək-tək siyahı şəklində bu formada bizə qaytarmış olur. Baxaq növbəti misala. Görək burada nədir? Burada təbii ki, x, y də kiçik hərflərlə olmalıdır. Baxaq görək. Burada k bərabərdir dx, y. X, y-in yerinə deməli d 6, 2-ni yazdıq. 6, 2-ni yazdıq. Deməli, biz d-də 6, 2-ni bunu hesablaya bilmək üçün d-də 6, 2-ni tapmalıyıq. Gəlirik bura. D 6, 2-ni yazdıq buradan. X bərabərdir f. İndi x, y yazırıq. Yenə də 6, 2-ni yazdıq. Biz bunu hesablaya bilmək üçün hələ aşağı düşə bilmirik. Qalxıb yuxarıda və burada f görürük. F 6, 2-ni hesaplamalıyıq. F 6, 2-ni yazdım bura. X bərabərdir. X plus 3. 6'nın üstünə 3'ü gəlirik. X'imiz 6'dır. Üstü 3'ü gəlirik. 9. Y bərabərdir də. 2'nin üstünə də 3'ü gəlirik. Edir 5. Bütün elədik.